bütün etdiyi ibadət və itaətləri xalis niyyətlə yerinə yetirsin. İxlasla. İxlasla. Ən mühümü budur. Bəli. Bu delilər hamısı öz yerində. Amma bunların içində ən mühümü budur ki, istəyirsən qəlbin aram olsun, bu ayda etdiyin ən kiçikdən böyüyə qədər olan bütün ibadət və itaətləri xalis niyyətlə yerinə yetirəsən. Yəni nə? Yəni məqsədində Allahdan başqa heç kəs olmuyor. Bəli. Xanım Fatimə Zəhranın bir hədisi var, bu buyurur ki, Allah ixlası qəlbin təsdiqi üçün vacib edibdir. Yəni nə? Yəni istəyirsən insan qəlbin aram olsun, vacibatlarında sənin zərrə qədər də olsun riya olmalıdır. Bəli. Oruç tutursan müqəddəs Ramazan ayında, xumus verirsən, zəkat verirsən, sədaqə verirsən, Rabiul Fiqara, fəqirlərin baharıdır, fəqirlər baş çəkirsən, bütün bu ibadət və itaətlərində ən mühüm amil budur ki, istəyirsən qəlbin aram olsun, ixlas önəmlidir. İxlas ona görə önəmlidir ki, həm ibadət itaətin qəbul olsun Allah dərgahında, həm də o qəlbin aram olsun. Qəlbin aram olmazsa, bu ayda etdiyin orucundan da, namazından da, vacibatından da, tövbəndən ləzzət ala bilməyəcəksən.